Zaurun anasına səslənirəm ki, oğlunuz narahat olmayın, çox gözəl bir yerdədir, əmin əllərdədir. Yəni əsl istədiyim yerə gəldim də. Yəni buranı istəyirdim, arzulayırdım. Müəllimin özündə görmüşdüm. Bura belə deyəndə artıq şükür Allaha mən deyərdim ki, VIP bir yerdir, reabilitasiyadır. Nəyə görə uzun illərdir mən bura xəstələr yerləşdirirəm və nəticələrini də görürəm. Nəticələrdən biri bax budur. Bu qaqamdır, Çeçen. Sonra şairimiz, şair gəl bura. Elə dur o, rahat dur. Bax şairdir, Rauf. Nətərsən, yaxşısan? Əla. Şükür Allah. Allah köməyiniz olsun. Yaxşı olasan. Gəl bura ürəyim qurban. Keç bir tərəfə belə. Bu da bizim totudur. Bir ayda bu gün artıq bir aydır. Əkbər qaqam görünək necə bunu bəsləyib, saxlayıb maşallah. Nur topu olur. Sənə də Əkbər müəllimələrin çox sağ olsunlar. İstəyir etməli. Böyük bir minnətdarım. Tamam. Bu qolunu itirib narkotikə görə. Narkotikdən sol qolunu itirib. İndi bizə baxan gənclər də görsün ki, istifadənin nəticəsi belə olur, sonu belə olur. Bu şükür Allaha ki, yəni burdadır, yaxşı yerdədir, çıxmayacaq. Əkbər bunun çox əziyyətini çəkir dostlar. Həddindən artıq əziyyətini çəkir. Allah balalarının qavalına çarpsın inşallah yaxşılıqlarına. Kökəlib, gözəlləşib. Hə? Balkonda buraxmısan. Sən kökələcəksən, sən də düzələcəksən. Necə Totunun əli qolu oldu, sənin də əli qolu oldu. Hə, Allah sağ olsun.